Salam, hörmətli müəllimlər. Axşamınız xeyir olsun. Təranə müəllimə, eşidirsiniz? Axşamınız xeyir olsun, Pünhalə müəlliməm. Əziz müəllimlər, hər birinizi salamlayıram. Xoş gördük müəllimə. Bir daha mən sizi görə bilirəm. Görün, siz də məni görə biləcəksiniz. Bəli, aydın görürəm, Pünhalə müəlliməm. Ümid edirəm müəllimlər də aydın şəkildə görə və eşidə bilirlər. Lap yaxşı müəllimə. Başlayaq bugünkü təlimimizə. İlk öncə qısa məlumat verək müəllimlər. Deməli, həm müəllimlərin işə qəbul imtahanının, həm də sertifikasiya imtahanı müsahibə mərhələsinə hazırlaşan müəllimlərə dəstək məqsədi ilə bugün biz sizlərə təlim təşkil etmişik. Hər il biz müəllimlərə çalışırıq ki, dəstək olaq. Bir neçə dəfə təlimlər keçirik, müəllimlərdən canlı müsahibələr götürürük. Bugün biz ümumi olaraq məlumatlar verəcəyik sizlərə. Növbəti təlimlərdə isə inşallah ki, sizlərdən əgər könüllü şəkildə təbii ki, istəyən olarsa, könüllü şəkildə sizlərdən müsahibə götürə bilərik. Bugün ümumi olaraq müsahibə mərhələsinin gedişatı haqqında, meyarlar haqqında sizlərə məlumat verəcək. Ondan əlavə də müsahibə mərhələsində ən çox verilə biləcək suallar hansılardır? Həmin sualların müzakirəsindən danışacağıq, həmin sualların müzakirəsini aparacağıq. Sizə əgər qaranlıq qalan bir məqamlar olarsa da, bunu olduğunuz qruplarda qeyd edərsiniz. Növbəti dəfə inşallah ki, biz həmin suallar üzərindən çalışarıq ki, müzakirələrə başlayaq. Bugün Təranə müəllimə, sizin də deyəcəyiniz bir şey varsa qeyd edin, sonra meyarlar üzərindən başlayaq. Təşəkkür edirəm, Pünhalə müəlliməm. Bəli, bugün təlimdə xüsusən müsahibə mərhələsinə hazırlaşan müəllimlər yəqin ki, qatılıblar. Düzdür, irəliləyən günlərdə bizim test mərhələsi üçün də ödənişsiz təlimlərimiz keçiriləcək. Amma bugün xüsusən bizim ödənişsiz təlimimiz müsahibə mərhələsinə həsr olunub. Müsahibədə Pünhalə müəllimə doğru vurğuladı. Hansı suallarla qarşılaşa bilərsiniz? Əsasən bugün sizlərə aktual suallar seçmişik ki, hansı ki müsahibədə sizə ünvanlaya bilərlər. Onların üzərindən müzakirə aparılacaq. İnşallah növbəti təlimlərimizdə sizlərə də söz veriləcək. Sizlərdən də könüllü şəkildə müsahibə götürüləcək. Amma bugün xüsusən Pünhalə müəllimə ilə birlikdə müzakirə edəcək. Necə ki, şagirdlər qiymətləndirmə meyarlarını bilməlidirlər. Yəni, bilik və bacarıqları hansı meyarlara əsasən qiymətləndiriləcək, bunu öncədən bilməlidirlər. Təbii ki, müəllimlər də müsahibəyə getməmişdən öncə hansı meyarlara əsasən onların bilik və bacarıqlarını qiymətləndirəcəklər, yəni müsahibə mərhələsi üçün vacib olan, önəmli olan meyarlar hansılardır? İlk növbədə Pünhalə müəllimə, gəlin bu haqda müəllimlərə məlumat verək, daha sonra isə aktual müsahibə suallarını müzakirə edək. Bəli, siz ekran paylaşımı edin müəllimə, mən ümumi olaraq bir neçə meyarlara toxunum. Bilirsiniz ki, həm müəllimlərin işə qəbul imtahanının, həm sertifikasiyanın müsahibə mərhələsində ən önəmli vacib məqamlardan biri özünü təqdim etmə bacarığıdır ki, müəllim ilk öncə özünü təqdim edir ki, mən kiməm, hansı məktəbin müəllimiyəm və s. bir neçə detallara birazdan toxunacaq. Sonra bilirsiniz ki, ən önəmli digər vacib məqam sizə 5 mövzu təqdim olunacaq. Həmin 5 mövzu üzrə plan hazırlayacaqsınız, yəni icmal hazırlayacaqsınız. Həmin mövzuları bəzən şifahi şəkildə hamısını soruşa bilirlər, danışa bilirsiniz. Bəzən birini soruşurlar, bəzən hamısını, bəzən ümumiyyətcə mövzu danışdırmırlar. Həmin mövzular ətrafında sual-cavab edirlər və yaxud da əlavə suallar verə bilirlər. Yəni, bu fərqli ola bilər. Yəni, siz özünüzdən əvvəlki müəllimlərdən soruşsanız, müsahibə mərhələsində verən müəllimlərdən, onlar da bizim dediklərimizi təsdiqləyəcəklər ki, yəni hər kəsdə fərqli ola bilər. Amma ən önəmli məqamlardan biri özünü təqdim etməkdən sonra bu mövzular, 5 əsas mövzunun icmalının planının təqdim olunmasıdır və bu icmalın içərisində də bir neçə xırda detallar var. Bunu da müzakirə zamanı sizlərə qeyd edəcək. Məsələn, Təranə müəllimə hal-hazırda ekran paylaşımı edib, yəqin ki, ekranda hər biriniz görürsünüz. Mövzunu təqdim etmə bacarığı, təhsil alanları qiymətləndirmə bacarığı, özünü təqdim etmə, pedaqoji prosesi təşkil etmə bacarığı, ünsiyyət bacarığı. Əsas meyarlar bunlardır. Bunların içərisində də bir neçə xırda detallar var. Məsələn, orada özünü qiymətləndirmə bacarığı, özünü mövzunu
təhsil alanları qiymətləndirmə bacarığı, bunların hamısı həmin o planın içərisində bəzi suallar verə bilərlər. Sizin verdiyiniz cavab əsasında onlar müəyyən edərlər ki, hə, bu müəllim deyək ki, şagirdlərini necə qiymətləndirir? Yəni sizin verdiyiniz cavab əsasında onlar nəticəyə gələ bilərlər. Həmçinin digər özünü təqdim etmə bacarığında həm müəllimin özü haqqında məlumatı təqdim etməsi bu çox önəmlidir. Yəni öz pedaqoji fəaliyyəti barədə, təhsil barədə və s. və burada da ən vacib detallardan biri müəllimin özünə inamlı şəkildə özünü təqdim etməsidir. Digər meyarlarda, məsələn, ünsiyyət bacarığıdır. Müəllimin, deyək ki, ünsiyyətlə bağlı müəllimə orada xüsusi bir sual vermirlər. Müəllimin proses boyunca danışığı, prosesdə fikirlərini bildirməsi, bunların hamısı müsahibə götürənlərin elə müəllimin ünsiyyət qurmasından onlar nəticəyə gəlirlər ki, hə, müəllimin ünsiyyət bacarıqları necədir? Yəni sizin adi orada danışığınız, onlara verdiyiniz cavablarınızın hər biri elə demək olar ki, ünsiyyət meyarlarına aiddir. Ona görə də cavabları verən zamanda çalışmalıyıq ki, aydın şəkildə, səlis şəkildə danışa bilək, fikirlərimizi qarşı tərəfə aydın şəkildə ötürə bilək. Verilən suallardan çalışaq ki, cavablarımızı həmin suallardan kənara çıxmadan verilən sualları cavablayaq. Buyurun Təranə müəllimə, siz də fikirlərinizi bildirin, sonra mən əlavələr edəcəm. Təşəkkür edirəm Pünhanə müəllimə. Müəllimlər yəqin ki, aydın şəkildə ekranı görürlər, paylaşıma diqqət yetirirlər. Bəli, 5 əsas meyar üzrə sizi qiymətləndirəcəklər. Maksimum bal isə 40 baldır, həmişə müəllimlər soruşur. Bu 40 balı toplamaq mümkündürmü? Maksimum balı, bəli. İstər Pünhanə müəllimə, istərsə də həmçinin mənim təlimlərimdə 40 balı toplayan müəllimlərimiz olub, mümkündür. Təbii ki, bu 40 balı toplamaq üçün düzgün hazırlaşmaq lazımdır. Hazırlaşmaq deyəndə müəllimlər çox vaxt düşünürlər ki, məsəl üçün bir müəllim hazırdırmı müsahibəyə? Əslində metodikaya belə deyək, dərin şəkildə necə deyək, metodik bilikləri mövcud olan müəllim əslində müsahibəyə hazırdır. Yəni əsasən Pünhanə müəllimə də təsdiqləyər ki, metodikanı yaxşı bilən müəllimləri müsahibədə yüksək qiymətləndirirlər. Həmçində səlis nitqiniz olmalıdır, aydın, səlis və düzgün formada danışmalısınız. Burada meyarlar haqqında Pünhanə müəllimə məlumat verdi. Qısa şəkildə mən də deyəcəm. Proqram üzrə mövzunu təqdim etmə bacarığı sizə icmal mövzular veriləcək. Yəni 5 mövzu açıqlanacaq ki, siz həmin mövzular istiqamətində planlaşma edəcəksiniz. Mövzunu elmi metodik cəhətdən düzgün izah etməlisiniz. Yəni mövzunu düzgün şəkildə təqdim etməlisiniz. Çalışmaq lazımdır ki, mövzunu hazır şəkildə əldə etməyəsiniz, özünüz yazasınız, yazdığınız icmalla tanış olasınız, yəni yazdığınız təlim nəticəsidir, təlim nəticəsinə əsasən çıxardığınız qiymətləndirmə meyarıdır, seçdiyiniz iş üsulları, iş forması, nəyə əsasən seçmisiniz, bunlar haqqında tam şəkildə məlumatınız olmalıdır. Qiymətləndirmə bacarığı, təhsil alanları qiymətləndirmək, yəni məktəb daxili qiymətləndirməni yaxşı bilməlisiniz. Diaqnostik, formativ, summativ qiymətləndirmənin tətbiqi haqqında kifayət qədər bilik və bacarığınız olmalıdır. Konstruktiv rəy verməyi bacarmalısınız. Özünü təqdim etmə haqqında Pünhanə müəllimə məlumat verdi. Qısa şəkildə özünə inamlı və səlis formada özünüzü təqdim etməlisiniz. Uzun-uzadı ehtiyac yoxdur müəllimlər. Onlara sizin bioqrafiyanız maraqlı deyil. Əsasən özünüz haqqında qısa və aydın şəkildə məlumat verirsiniz təhsiliniz barədə. Xüsusən də bir müəllim kimi sizin fəaliyyətiniz onlara maraqlıdır. Əsasən harda çalışırsınız, neçənci ildən hansı məktəbdə fəaliyyət göstərsiniz, məktəbdə fəaliyyət göstərdiyiniz müddətdə uğurlarınız barədə xüsusən məlumat verməlisiniz. Ünsiyyət bacarığınızı qiymətləndirəcəklər. Yəni bu kimi bacarıqlarınız önəmlidir. Keçid balı isə 20 baldır. Yəni 20 balı keçən müəllim artıq müsahibədən keçmiş sayılır. Maksimum bal arzu edirəm hər birinizə. Arzu edirəm ki, hər biriniz 40 bal toplayasınız. Buyurun Pünhanə müəllimə. Bir-iki suallar var ki, hansı ki, həmişə müəllimlər ünvanlayırlar bizə ki, müsahibə mərhələsində onları maraqlandıran suallardır. Qısa da bu haqda danışarıq. Buyurun, siz də öz əlavələrinizi edin. Əlavən bir dənə siz də qeyd etdiniz. Özünü təqdim etmə hissəsində çalışaq ki, 1 dəqiqədən 1 dəqiqə 30 saniyə belə deyim də, yəni ondan artıq bir vaxt sərf etməyək. Maksimum ən çoxu, yəni 2 dəqiqə ola bilər. Çünki qarşı tərəf üçün əslində bizi dinləmək, yəni özünü təqdim etməmizi dinləmək o qədər də maraqlı olmur.
onlara təqdim olunan işi belə deyək, yerinə yetirməyə çalışırlar. Əsas orada ümumi verilən suallar əsasında sizin onlara verdiyiniz cavablara daha çox köklənirlər. Bu səbəbdən maksimum şəkildə yığcam formada özünüzü təqdim etməyiniz sizdən tələb olunur və burada da ən önəmli vacib nüans, bayaq da qeyd etdiyim kimi, özünüzə inamlı şəkildə özünüzü təqdim etməyinizdir. Elə bilin ki, oradan özünü təqdim etmədən aldığınız maksimum balın böyük bir hissəsini sizin orada özünüzə inamlı şəkildə özünüzü təqdim etməyiniz, dik dayanmağınız, sizdən müsahibə götürən şəxsin, belə deyək də, gözlərinin içinə baxmağınız, biraz Lori dildə ifadə edirəm, sizlər üçün daha aydın olsun. Yəni, birbaşa müsahibə götürən şəxsin gözlərinə baxmağınız, göz təması qurmağınız, biraz gülümsəməyiniz, çox da ciddi şəkildə dayanmamağınız və yaxud da həddən artıq güləriz olmaq da ehtiyac deyil. Yəni, o balansı gözləməklə özünə inanlı şəkildə özünüz barədə təhsiliniz və hal-hazırda işiniz barədə, işinizdə olan uğurlar barədə qısaca məlumat verməyiniz çox önəmlidir. Digər hissələrdə ən önəmli məqam bu planla bağlıdır. Planı maksimum şəkildə diqqətli hazırlayırsınız, hazır planlardan çox istifadə etmirsiniz. Biz, məsələn, dərslərdə Tərani müəllimə də, mən də nümunə olaraq müəllimlərə təqdim edirik. Bunu sizlər üçün də, hamı üçün də inşallah yenə edərik. Və müəllimlər həmin hazırladığımız nümunə əsasında özləri üçün yenidən plan hazırlayırlar və o planı da hazırlayıb həmin müsahibə mərhələsində təqdim edirlər. Yəni, hamının planı eyni olmasa daha yaxşı olar. Bu hissiyə bir dənə diqqət yetirirsiniz. Yerdə qalan meyarlar dediyim kimi, o müsahibənin gedişatında sizin verdiyiniz cavablar əsasında artıq həmin meyarlar üzərindən sizi qiymətləndirirlər. Yəni, inşallah ki, hər biriniz üçün bu müsahibə mərhələsi uğurlu olar. İndi gəlin keçək, müəllimə də qeyd etdiyi kimi, ən çox verilən suallar ətrafında müzakirələrimizi aparaq. Məsələn, bilirsiniz ki, bu planla bağlı danışırsınız, sual verə bilirlər. Bu öz yerində, amma bundan əlavə də sizin şagirdlərlə münasibətiniz, yaranmış hər hansı bir stressdə sizin reaksiyanız, ata biləcəyiniz addımlar necə ola bilər, sizə bu kimi suallar verilə bilər, psixoloji suallar verilə bilər, metodika ilə bağlı suallar verilə bilər. Həmin sualların müzakirəsini sizlərlə edək. Başlayaq mı müəllimə? İlk sualı istəyirsiniz, siz təqdim edin. Bəli, Pünhanə müəllimə, suallara keçid etməmiş deməli, ekranın şəkili, yəni ekran görüntüsünü götürməmiş istəyirəm müəllimlər xüsusən də fikir versinlər. Siz vurğuladınız. Ən çox bal da müəllimlər verilir mövzunun təqdimatına. Yəni, icmalınızı düzgün formada hazırlamalısınız. Hazırlamaq da yetmir. Yəni, icmalı yazdım, hazırladım. Bu kifayətdirmi? Xeyr. İcmalı düzgün formada təqdim eləməlisiniz. Yəni, mövzunu düzgün formada təqdim etsəniz, ən yüksək bal məhz bu meyar üzrə verilir. Bir də orada bir şey də qeyd edeyim. İcmalı yazıb aparmağınıza ehtiyac olmur. Kimsə özü üçün ehtiyat olaraq yazıb apara bilər. Amma orada sizin yazdığınız icmala yazılı olaraq baxılmır. Sadəcə olaraq şifahi formatda sizdən təqdim etməyinizi istəyəcəklər. Bəzən müəllim deyir ki, görəsən Word-dən mi yazım, əl yazma mı yazım, necə edim? Yəni, bu kimi nüanslar o qədər də önəmli olmur. Sizin təqdim olunan mövzulara şifahi olaraq hazır olmağınız lazımdır. Əsas budur. Buyurun, Tərani müəllimə. Suallar üstündə çox gəlir Pünhanə müəllimə ki, məsələn, müsahibədən kimlər yüksək bal toplayır? Məsələn, müsahibədə geyim vacibdirmi, önəmlidirmi? Sonra müsahibədə ən çox hansı mövzulardan sual ünvanlanır? Məsələn, bayaq da biz qeyd elədik ki, metodika bilikləri önəmlidir. Yəni, yəqin ki, siz də təsdiqləyirsiniz ki, müsahibədə hansı müəllimlər ən çox yüksək bal toplayıblar? Cavablarını bəli, edirəm, xeyr kimi cavablandıran yox, metodik bilikləri ilə əlaqələndirib cavab verən müəllimlər. Yəni, müəllimlər, siz test mərhələsinə hazırlaşıbsınız. Hər biriniz, yəni kurikulum haqqında məlumatlısınız. Metodikada öz əksini tapan mövzuları bilirsiniz. Az və yaxud da çox. Yəni, çalışın ki, sual verəndə sadəcə sırat formada cavab verməyin. Metodik biliklərinizlə hansı mövzuları ki keçmisiniz, inklüziv təlimdir, diferensiallaşmadır, yəni bir çox mövzular, sinifin idarə edilməsidir. Ən çox da yəqin ki, siz də qeyd edərsiniz, Pünhanə müəllimə, sinifin idarə edilməsi, situasiyalar, hansı test mərhələsində də situasiyalar
sinifdə şagirdin davranışı ilə bağlı, müəllim-şagird münasibəti ilə bağlı test mərhələsində situasiyalar təqdim olunurdu. Məhz müsahibədə də o istiqamətdən suallar ünvanlanır müəllimlərə. Test mərhələsində sual üzərində düzgün cavabı müəyyənləşdirirdiniz. Müsahibə mərhələsində də qarşı tərəfi cavabınızla inandırmalısınız müəllimlər. Geyim önəmlidirmi Pünhanə müəllimə? Düzdür, meyar olaraq qeyd edilməyib, amma diqqət yetirirlər müəllimlər. Bəli, geyim də önəmlidir. Məsələn, mən həmişə məsləhət görürəm ki, kişi müəllimlər daha rəsmi olması üçün, məsələn, qalstuk taxsalar yaxşı görünər, daha səliqəli görünər. Qadın müəllimlər də ağ-qara geyimə üstünlük versələr, saçının səliqəli olmasına üstünlük versələr, sonra bəzək əşyalarından çalışsınlar ki, istifadə etməsinlər. Maksimum sadə formada, makyajdan həmçinin maksimum sadə formada istifadə etsələr, bu daha yaxşı olar. Çünki, belə deyim də, elə bilin ki, hansısa bir insanı ilk dəfə görəcəksiniz. İlk dəfədən o sizə xoş təsir bağışlamalıdır, sadə bir müəllim obrazını canlandırmalıdır. Məsələn, bir müəllim artıq bəzək, rəngli geyim, zinət əşyalarını üst-üstə taxıb deyək ki, o müəllimə qarşı həmin anda bir aqressiya formalaşır. Yəni, bunu neçə illərdir görürük. Bu səbəbdən müəllim yaxşı olar ki, tam səliqəli şəkildə görünsün. Bilirsiniz ki, bu etik qaydalarda da var, davranış qaydalarında, mədəni davranışda da qeyd olunub. Həmçinin bu il yeni qərar da var artıq müəllimlərin geyim forması ilə bağlı. Ona görə də diqqət yetirməniz önəmlidir. Düzdür, MİQ-in müsahibəsi sırf canlı olacaq. Sertifikasiyanın müsahibəsi belə bu formada, yəni hansısa bir mərkəzə dəvət olunacaqsınız, oradan kamera arxasında əyləşib müsahibənizi verəcəksiniz, amma yenə də kamera arxasında onlar sizi görəcək. Necə ki, siz məsələn bizi indi Təranə müəllimində görürsünüz, yəni onlar da sizi o formada görəcəklər. Ona görə də səliqəli ağ-qara geyimləri üstünlük versəniz daha yaxşı olar. Mən düşünürəm ki, bu meyarların içərisində sırf olmasa da çox böyük rol oynayır. Yəni bunu müşahidə edirik neçə illərdir. Bəli, doğrudur. Gəlin suallardan Pünhanə müəllimə müzakirə edək. Xüsusən aktual, dəfələrlə müsahibədə ünvanlanmış suallar seçmişik müəllimlər. Məsələn, birinci sualımız budur ki, şagird dərsi qəsdən pozarsa nə edərsiniz? Bu sualı sizə ünvanlaya bilərlər. Ümumiyyətlə, müəllim-şagird münasibəti, şagirdin davranışı ilə bağlı suallar çox ünvanlanır. Bəli, hər birinizin qarşılaşa biləcəyiniz bir situasiyadır. Bu suala necə cavab verərsiniz? Burada ilk addım təbii ki, çalışıb şagirdi dərsə cəlb etmək lazımdır. Yəni, şagird dərsi poza bilərmi? Bəli, poza bilər. Amma bu pozuntunun müxtəlif səbəbləri ola bilər. Yəni, şagird dərsi pozubsa, bu pis şagird anlamına gəlmir. Məsələn, müsahibədə bunu ayrıca sual kimi də verirlər ki, pis şagird varmı? Xeyr, pis şagird yoxdur. Yəni, istər davranış pozuntusuna yol verən, dərsə hazırlaşmayan, tapşırıqları yerinə yetirməyən, yəni belə deyək də, nə qədər mənfi cəhət olsa da şagird, o pis şagird deyil. Sadəcə şagirdi düzgün istiqamətləndirmək lazımdır. İlk növbədə müəllim nə etməlidir? Şagirdi dərsə cəlb etməlidir. Dərsdən sonra şagirdlə fərdi şəkildə danışmalıdır. Dərsi pozur şagird. Nə üçün bunu edir? Bunun səbəbini müəyyənləşdirmək lazımdır. Həmişə çalışmaq lazımdır ki, problemi köklü həll etmək lazımdır. Yəni, müvəqqəti mən bir problemi həll edeyim, o problem yenə bir də üzə çıxacaq. Şagirddən səbəbi müəyyənləşdirmək lazımdır. Ola bilər motivasiya çatışmazlığı var və yaxud da deyək ki, şagirdin psixoloji durumunda hər hansı bir problem ola bilər. Məsəl üçün deyək ki, bu sevgisizlikdən də ola bilər, şagird kifayət qədər sevgi görmür, diqqət cəlb eləmək üçün bunu edə bilər. Səbəblərini müəyyənləşdirirsiniz, amma bunu dərsdə yox, dərsdən sonra etməlisiniz. Dərsin axıcılığını qəti şəkildə pozmaq olmaz. Bu dəfələrlə təkrarlanırsa, təbii ki, bu zaman ilk növbədə yox, dəfələrlə təkrarlansa, müəllim valideynlə də əməkdaşlıq edə bilər, həmçinin psixoloqla da əməkdaşlıq edə bilər. Amma ilk növbədə həmişə yadda saxlayın, sinifdə bir problem varsa, müəllim həmən məktəb rəhbərliyinə, valideynə müraciət etməməlidir. Birinci müəllim sinifdə yaranan problemi özü həll etməlidir. Daha sonra bəli, əməkdaşlıq etmək olar. Şagirdlə fərdi şəkildə danışırsınız, səbəbləri müəyyənləşdirirsiniz və şagirdin düzgün davranışını belə deyək də istiqamətlendirirsiniz şagirdi. O düzgün davranış sinifdə
necə icra olunmalıdır, necə düzgün davranış nümayiş etdirməlidir, şagirdə istiqamət vermək lazımdır. Burada müəyyən qədər empatiya da rol oynayır, anlayışla danışmamaq lazımdır. Müəllim şagirdlə danışanda emosiyalarını da idarə etməlidir. Şagirdə qışqırmaq, onu sinif qarşısında alçaltmaq qətiyyən olmaz. Buyurun Günani müəllim. Doğrudur müəllimə, bütün vacib nüansları vurğuladınız. Belə bir şey deyim, əslində mən düşünürəm ki, müsahibə mərhələsinə veriləcək bütün sualların cavablarını hər bir müəllim yaxşı bilir. Sadəcə veriləcək cavabı hansı formada təqdim etməliyik, ona diqqət yetirməliyik. Məsələn, siz orada bir cümlə qeyd etdiniz Təranə müəllimə ki, müəllim emosiyalarını tənzimləməyə bacarmalıdır. Yəni, belə deyək də, biraz doğru dildə ifadə eləyim. Yəni, müəllim həmin anda özünü itirib qışqırmalı deyil ki, ay uşaq sakit, dayan, dərsi pozma. Yəni, bu qəbul olunmaz bir şeydir. Sadəcə verəcəyiniz cavabda, məsələn, bir cümlə ilə qeyd edə bilərsiniz ki, biz müəllim olaraq öz emosiyalarımızı idarə etməyə bacarmalıyıq. Hansı ki, biz şagirdlərimizin emosional intellektini inkişaf etdirməyə çalışırıq. Belə bir mövzumuz var, nəzəriyyəmiz var. Daniel Golemanın ki, emosional intellekt nəzəriyyəsi ən vacib mövzulardan biridir. Yəni, biz orada qeyd edə bilərik ki, biz müəllim olaraq şagirdlərimiz üçün nümunəyik. Yaranmış situasiyada biz özümüzü, emosiyalarımızı idarə etməyi bacarmalıyıq. Həmin anda emosiyalarımı çalışardım ki, düzgün tənzimləyim, şagirdlə göz təması qurum, şagirdlə göz təması quraraq şagirdi dərsə cəlb edim. O bəzən bir söz deyim də, şagirdə bir baxışımız yetir. Yəni, şagirdə baxan kimi şagird anlayır ki, biz ona nə demək istəyirik. Yox, əgər göz təması ilə biz məsələni həll edə bilmədiksə, sakitcə yaxınlaşa bilərik, sakitcə problemin nə olduğunu soruşa bilərik, hansı ki, dərsin gedişatına, digər şagirdlərə mane olmadan şagirdi dərsə cəlb etməyə çalışırıq və dərsdən sonra siz də vurğuladınız. Mütləq şəkildə biz o şagirdlə təkbətək danışırıq. Əgər ehtiyac olarsa, o halda psixoloqa, valideynə və məktəb rəhbərliyinə məlumat veririk. Yəni, hər yaranmış problemdə, müəllimə də qeyd etdi, bizim valideynə, məktəb rəhbərliyinə məlumat verməyimizə ehtiyac yoxdur. O zaman biz nə işə yarayırıq, belə deyək, müəllim olaraq əgər sinifimizdə yaranmış bir problemi həll edə bilmiriksə, deməli, burada bizim özümüzdə belə deyək, zəif tərəflərimiz var ki, biz bu problemi həll edə bilməmişik. Mən bir şey məsləhət görürəm həmişə müəllimlərə, verilən suallarda həmişə günahı özümüzdə axtarmağa çalışmalıyıq. O bir söz var, deyir ki, müştəri həmişə haqlıdır, bizdə də şagird və valideyn həmişə haqlıdır. Bizə müsahibə mərhələsində də verilən sualda elə cavab verməliyik ki, burada məsələn müəllimin də səhvi ola bilər müəllim nəyisə düzgün etməyib, deyək ki, dərsin qurulması ilə bağlı, cəlb olunma ilə bağlı və s. Məsələn, orada bir cümlə ilə qeyd edəndə ki, ola bilər müəllim hər bir şagird üçün dərsi maraqlı qurmayıb, həmin şagirdi prosesə tam cəlb edə bilməyib ki, o şagird sinifdə səs alır. Məsələn, bu cümləni biz orada qeyd etməklə alçalmış sayılmırıq da. Yəni, biz orada etiraf edə bilirik ki, bəli, bəzən müəllim hər kəsin marağını nəzərə almaya bilir, çətinlik çəkə bilir. Bu, onlar üçün, yəni bəzən müəllim düşünür ki, bu mənim zəif tərəfim ola bilər, öz zəifliyimi orada göstərərəm. Xeyr, bunu müsahibədə sizin üçün çox müsbət qəbul edirlər ki, deməli, müəllim özündə bir problem görə bilir də, müəllim özündə bir səhv axtara bilir ki, görün mənim səhvim hardadır. Yəni, bu nüansda çalışın ki, verilən suallarda həmişə öz nöqteyi nəzərinizdən bir yanlışlıq da axtarmağa çalışın. Bu, qarşı tərəf üçün çox xoş qəbul olunur. Aha, keçək ikinci suala müəllimə. İkinci sualımız Pənani müəllimə qeyd olunub ki, valideyn övladı ilə maraqlanmırsa nə edərsiniz? Çünki elə valideynlərlə biz qarşılaşa bilirik, bəli, bütün valideynlər eyni deyil. Elə valideyn var ki, mütəmadi olaraq övladı ilə maraqlanır. Elə valideyn də var ki, maraqlanmır, məktəbə gəlmək istəmir, müəllimlə, məktəblə əlaqə qurmaq istəmir. Təbii ki, çalışmaq lazımdır ki, biz test mərhələsində də müəllimlərə bu mövzunun üzərində xüsusən dəfələrlə vurğulamışıq ki, vacib, önəmli bir mövzudur. Valideynlə də əməkdaşlıq etmək lazımdır, müəllim səbirli olmalıdır. Mən valideyni çağırdım, deyək, valideyn iclasına, valideynə zəng vurdum, deyək ki, məsəl üçün tutalım, indi müasir dövrdür, WhatsApp vasitəsilə deyək ki,
yazdım, amma valideyn mənə geri dönüş etmədi. Mən nə edə bilərəm? Bir dəfə dedim, iki dəfə dedim. Valideyn belə deyək, mənlə əlaqə qurmaq istəmir. Mən nə edə bilərəm ki? Həmən müəllim imtina etməməlidir, müəllim səbirli olmalıdır, israrlı olmalıdır. Maksimum şəkildə biz çalışmalıyıq ki, valideynləri məktəbə cəlb edək. Çünki o təhsil üçbucağı deyirik. Düzdür? Valideyn, məktəb, şagird. Yəni bu üçbucaq tamamlananda istənilən nəticəni biz əldə edə bilirik. Valideyn məktəbə cəlb olunmayanda şagirdin istər akademik nailiyyəti olsun, istər məsəl üçün sinifdə davranışı ilə bağlı problemlər olsun, mütləqdir ki, valideyn də dəstək olmalıdır məktəbə, müəllimə. Valideyn övladı ilə maraqlanmırsa, çalışmalıyıq ki, ilk növbədə anlayışla qarşılayaq. Yenə də bir səbəb ola bilər. Bəlkə valideynin səhhətində problem var, bəlkə ağır iş şəraiti ilə bağlı olaraq deyək ki, övladı ilə maraqlana bilmir. Yəni səbirli olmalıyıq. İlk növbədə valideynə qarşı da empatiya nümayiş etdirməliyik. Daha sonra isə müxtəlif üsullarla, zəng vasitəsilə, WhatsApp-da yazmaq vasitəsilə, şagird vasitəsilə, istənilən bir yolla biz yenə də valideynə çalışmalıyıq ki, valideynlə əlaqə quraq, valideyni məktəbə cəlb edək və valideyn maraqlanmasa da mən onun övladı haqqında məlumat verməliyəmmi? Bəli, çünki bu müəllimin birbaşa vəzifəsidir. Yəni şagirdin akademik nailiyyət göstəriciləri barədə, davranışı barədə biz valideynə məlumat verməliyik. Və valideynlə təbii ki, yəni o məndən heç cür əlaqə saxlamasa belə, mən çalışmalıyam ki, maksimum şəkildə bir yol vasitəsilə onunla əlaqə saxlayıb, bildirim ki, sənin məktəbə cəlb olunmağın, məktəbə gəlməyin, müəllimlə, məktəb rəhbərliyi ilə əlaqə qurmağın sənin övladının gələcəyi üçün, deyək ki, gələcəkdə uğurlu bir şəxsiyyət kimi formalaşması üçün önəmlidir. Bunu valideynə bildirmək lazımdır, izah etmək lazımdır. Buyurun, Pünhanə müəllimə. Bəli, müəllimə, tamamilə doğru qeyd etdiniz, amma belə bir çətinlik yaşayırıq biz. Deməli, valideyn iclaslarında adətən hansı valideynləri görmək istəyiriksə, sırf həmin valideynləri iclasda görə bilmirik. Yəni, bunu yaşayırıq biz hər il. Burada səbəb nədir? Səbəb odur ki, valideynlər o qədər valideyn iclaslarında danlanıblar ki, yəni övladı barədə heç kəs mənfi bir fikir eşitmək istəməz. Hamı istəyər ki, öz övladı barədə xoş bir sözlər eşitsin. Ola bilər ki, valideynin əslində siz digər nüansları vurğuladınız. Valideynin işi ola bilər, iş qrafiki ilə bağlı iclasda iştirak etməyə bilər və s. çətinliyi ola bilər. Amma əsas səbəblərdən biri mən bu dediyim nüansda ola bilər ki, valideyn məktəbdə o qədər danlanıb ki, müəllimlər tərəfindən məktəbə gəlmək istəmir. Yəni iclas olanda valideyn bilir ki, o mütləq bugün hansısa müəllim ona nəsə bir ifadələr səsləndirəcək, digər valideynlərin yanında bir sözdən pərt olacaq və bu səbəbdən də iclasda iştirak etmək istəmir. Bu nüansa düşünməliyik. Məsələn, bunu orada vurğulaya bilərik ki, ola bilər valideyn iclaslarının qurulması. Bəli, ola bilər ki, valideyn iclaslarının təşkilində ola bilər ki, müəyyən problemlər yaranıb, konfidensiallıq qeyd etdiyiniz kimi gözlənilməyib. Ona görə də valideyn iclasda iştirak etmək istəmir. Bu səbəbdən biz çalışmalıyıq ki, valideyn iclaslarında həmişə ümumi olaraq valideynlərə məlumatlar verək. Hər bir şagirdin uğurlarını və mənfi cəhətlərini, təhsili ilə bağlı, davranışı ilə bağlı mənfi cəhətlərini çalışmalıyıq ki, valideynlərə ayrı-ayrılıqda qeyd edək. Amma biz buna alışmamışıq, Təranə müəllimə. İndiyə qədər mən nə qədər 6 məktəb belə deyim də çalışmışam, fərqli məktəblərdə çalışmışam. Hər getdiyim məktəbdə də mən bu problemi görmüşəm. Yəni, ümumi olaraq valideynlərin bir yerdə iştirak etməsi, ümumi olaraq məlumatların verilməsi bu yaxşı hal deyil, amma biz hələ dediyim kimi buna öyrəşməmişik. Amma yaxşı olar ki, necə olsun? Biz valideynlərlə ümumi olaraq danışaq. Məsələn, bu siniflə bağlı filan məqamları, filan addımlar atmaq istəyirik. Bu sinifin nəticəsinin yüksəlməsi üçün deyək ki, filan dərslər olacaq, sizlərin də dəstəyinizi istəyirik və s. Sonra da hər bir valideynlə ayrı-ayrılıqda çox demirəm. Yəni 2-3 dəqiqə vaxt sərf edib biz ayrı-ayrılıqda valideynlərə məlumat verə bilərik.
Yəni bu sualda da bu nüansa toxunsaq, yenə də qarşı tərəf üçün bir özümüzlə bağlı bir müsbət fikir oyadarıq ki, deməli müəllim konfidensiallığı qorumağa çalışır. Deməli müəllim şagirdlərin mənfi cəhətlərini, həmçinin müsbət cəhətləri də bura daxildir. Digər şagirdlərin yanında, valideynlərin yanında deyək ki, təqdim etmir. Burada müsbət cəhətləri niyə vurğuladım? Bilmirəm, diqqət yetirmisinizmi siz də Təranə müəllimə, digər müəllimlər də sinifdə yaxşı oxuyan uşağa qarşı digər uşaqların aqressiyası olur həmişə. Həmin o yaxşı oxuyan uşağı niyəsə sevmirlər. Səbəbi əslində bəllidir. Səbəb budur ki, o qədər müəllimlər o uşağı digərlərinə nümunə çəkir ki, misal üçün deyək ki, Fidana baxın, ay uşaqlar, mən bu dərsi Fidana da keçmişəm, sizə də keçmişəm. Necə olur ki, o öyrənir, bu cürə cavab verir, siz vermirsiniz. Aha, bu nüansda nə olacaq? Yəni, uşaqların Fidana qarşı bir aqressiyası yaranacaq ki, müəllim onu bizə nümunə çəkir. Valideyn iclasında da həmçinin, yəni valideyn gedib evə deyəcək ki, ay baba, bəs filan kəsin övladını təriflədilər, onu bizə nümunə gətirdilər. Uşaqda da yenə sinif yoldaşına qarşı aqressiya yaranacaq ki, iclasda mənim anama, məsələn, səni nümunə gətiriblər. Yəni, bu, belə deyim də, müzakirə olunacaq, əslində danışmaq istəsək çox danışarıq, dərdimiz böyükdür də, məktəblə, yaranmış situasiyalarla bağlı. Amma bu nüansda sadəcə mən geniş danışdım, qısaca toxuna bilərik ki, valideyn iclaslarının konfidensiallığını diqqət yetirək, məlumatları fərdi şəkildə təqdim edək ki, valideynləri maksimum şəkildə iclaslara cəlb edək. Bəli, doğru vurğuladınız. Fədhanə müəllimə, bu mövzu geniş bir mövzudur. Sadəcə müəllimlər, yəni siz danışdıqca bilirəm ki, indi burada müəllimlər səs açıq deyil, amma bir növ ürəklərindən keçən sual budur ki, bəs biz deyək ki, bu səhvləri etməmişik. Bir şagirdi digər şagirdlə müqayisə etməmişik. İclasda valideyni övladını deyək pisləməmişik. Elə valideyn olur ki, heç bu deyək problemlər olmasa da məktəblə maraqlanmır, övladı ilə maraqlanmır. İstənilən halda, müəllimlər, istənilən halda müsahibədə valideyni, belə deyək də, haqsız çıxartmaq olmaz. Yəni, valideyni deyək pisləyək, qətiyyən bunu etmirsiniz. Yenə də maksimum şəkildə çalışırsınız ki, valideyni başa düşəsiniz, onunla əlaqə yaradasınız, onunla danışasınız. Yəni, cavablandıranda bu istiqamətə xüsusən diqqət yetirin. Aydındırmı? Bilirəm ki, müəllimlərin sualları var. İnşallah növbəti təlimlərimizdə müəllimlər sizin suallarınızı da dinləyərik, sizin suallarınız üzərindən də cavablandırarıq. Həmçinin biz də sizə sual ünvanlayarıq, görək necə cavablandırırsınız. Digər sualımıza keçid edək. Fünanə müəllimə, digər sualımız aktual bir sualdır. Demək olar ki, hər il müsahibədə ünvanlanmış bir sualdır. Sağlam psixoloji mühit nədir? Sualın mahiyyətinə diqqət yetirsək, sağlam psixoloji mühit nədir? Əslində, sağlam psixoloji mühit həm ailədə olmalıdır, həm məktəbdə, sinifdə olmalıdır, həm ümumi məktəbdə, həm də sinifdə, sinif daxilində. Təbii ki, hər bir insan, hələ mən burada şagirdi çıxıram, hər bir insan sağlam psixoloji mühitdə özünü rahat hiss edər. Psixoloji mühitdən də, yəni psixoloji cəhətdən də özünü sağlam hesab edər. Sağlam psixoloji mühit sinifdə yaradılmalıdır. Yəni, müəllim buna çalışmalıdır. Əgər şagird həqiqətən biz deyək ki, gələcəkdə şəxsiyyət formalaşdırmaq istəyiriksə, demişik ki, şəxsiyyət sadəcə bilikli, savadlı insan deyil, hər tərəfli bir insan şəxsiyyət formalaşdırmaq istəyiriksə, mütləq sinifdə sağlam psixoloji mühit yaratmalıyıq. Bu mühit necə olmalıdır? Şagird birincisi özünü təhlükəsiz hiss eləməlidir. Daim şagird alçaldılırsa, şagirdlə kobud rəftar edilirsə, sinifdə bullyingə məruz qalırsa bu uşaq, deyək ki, yoldaşları tərəfindən, müəllim tərəfindən bullyingə məruz qalırsa, sinifdə şagird fikirlərini sərbəst şəkildə ifadə edə bilmirsə, əgər şagird səhv edən anda həmən biz onun səhvinə görə onu danlayırıqsa, belə deyək də, sən səhv etməməlisən, sən mükəmməl olmalısan, bu kimi təzyiqlər varsa şagirdə qarşı, bu sağlam psixoloji mühitin olmamasına dəlalət edir. Sağlam psixoloji mühit odur ki, şagird sərbəst olmalıdır. Sərbəst deyəndə bəzən müəllimlər düşünür ki, nə istəyir onu edə bilər. Yox, o anlama gəlmir. Sərbəst o deməkdir ki, şagird öz fikirlərini sərbəst ifadə etməyə bacarmalıdır. Bəzən görürsən ki, müəllimlər ənənəvi təlimlə istifadə edir. Şagirdə fikirlərini ifadə etməsinə şərait yaratmırlar. Sadəcə müəllimin hökmranlığı var.
şagird sərbəst şəkildə öz fikirlərini müəllimə çatdıra bilmir. Şagirdə biz şəxsiyyət kimi yanaşıb onun fikirləri ilə də tanış olmalıyıq, fikirlərinə hörmətlə yanaşmalıyıq. Müəllimlə şagird arasında qarşılıqlı hörmət, inam varsa, bu münasibət empatiya üzərində qurulubsa, təbii ki, o sinifdə sağlam psixoloji mühit var. Bərabər imkanlar prinsipinə riayət etməliyik. Şagirdlər arasında bayaq Pünhanə müəllimə qeyd elədi, ayrı seçkilik salmamalıyıq. Bir şagirdi digər şagirdlə müqayisə etməməliyik. Bütün şagirdlərin maraqlarını, tələbatını, ehtiyacını nəzərə almalıyıq. Bir növ müəllimlər, hansı sual olur olsun, hansı sualı sizə ünvanlasınlar, şagird yönümlü yanaşmadan cavab verməlisiniz. Şagirdin maraqları, tələbatı, ehtiyacı bugünkü gündə, ümumiyyətlə daim, müasir təlimdə də xüsusən şagird bizim üçün önəmlidir. Şagird birinci yerdədir. Əgər suallara bu istiqamətdən cavab versəz, suallarınız xoşa gələn və qəbul edilən olacaq. Buyurun Pünhanə müəllimə. Təşəkkür edirəm müəllimə. Bütün nüanslar demək olar ki, vurğuladınız. Yəni, bu mövzu test mərhələsində də çox düşür situasiyalarda. Həmişə yadda qalması üçün belə bir cümlə deyirəm müəllimlərə ki, elə bilin ki, valideyn uşağın məktəbə sağ-salamat göndərir, əli ayağı üstündə, əhval ruhiyyəsi yerində. Biz də şagirdi həmin formada evə geri göndərməliyik. Yəni, başına məktəbdə bir hadisə gəlməməlidir, əhval ruhiyyəsi pozulub, məsələn, hansısa bir müəllim onu incitməməlidir, deyək ki, hansısa bir müəllim onu digər uşaqların yanında tərk etməməlidir, yəni danlamamalıdır. Deyəcəksiniz, bəs yaxşı danlamasa müəllim neynəsin? İndi bu nüansları qoyaq bir kənara. Düzdür, müəllim şagirdə iradlarını bildirir. Bunu biz rəy formasında danışacağıq, konstruktiv rəy veririk, bir müsbət tərəfini tapırıq, bir müsbət tərəfini deyirik, ondan sonra mənfi tərəfini deyirik, sonra dəstək olmağa çalışırıq, istiqamət veririk. Amma burada danlamaq yox, daha çox dəstək, belə deyək, xarakterli olmalıdır bizim şagirdə verəcəyimiz tövsiyələr. Yəni, danlamamalıyıq, yoldaşların yanında pərt etməməliyik. Dediyim kimi, yəni əhval ruhiyyəsini aşağı salmalı deyil. Elə bilin ki, evinizə qonaq gəlib, maksimum dərəcədə onu razı salmağa çalışırsınız ki, könlü xoş getsin, məktəbdən bir, evdən bir narahatçılığı olmasın. Yəni, şagirdə həmçinin təhlükəsiz mühit deyəndə bunu nəzərdə tuturuq. Həm fiziki cəhətdən təhlükəsizlik ki, dediyim kimi, hər hansı bir hadisə baş verməsin. Məktəbdə bir hadisə baş verəndə uşaq yıxılır, məsələn, deyək ki, ayağı burxulur, valideyn gəlir şikayətə kimi, belə bir hadisə baş verdi, müəllimlər hara baxırdı, necə oldu? Yəni, həm burada fiziki cəhətdən təhlükəsizlik, həm də psixoloji cəhətdən təhlükəsizliyi nəzərdə tuturuq. Eyni zamanda müəllimin üslubunun demokratik üslubda qurulmasına diqqət yetiririk. Bu nüansı da müəllimlər vurğulasalar yaxşı olar. Yəni, Təranə müəllimə bayaq qeyd etdiyi şagird yönümlü yanaşma, yəni, bunun özü də hara gedib toxunacaq demokratik üslubla. Yəni, müəllim əgər şagird yönümlü yanaşma uyğun dərsi qurursa, deməli, müəllim şagirdin fikirlərini nəzərə alır, şagirdin marağını burada hansı üslubdan söhbət gedir? Demokratik üslubdan. Yəni, əlavəm bir dənə budur müəllimə. Keçək digər səhvə. Demokratik üslub, proaktiv müəllim, bu kimi metodik anlayışlara müəllimlər xüsusən fikir verin. Yəni, cavablarınızı verəndə, sual sizə ünvanlayanda, əlaqələndirib cavab verəndə müəllimə qeyd etdi, bu kimi metodik anlayışlarla əlaqələndirib cavab versəz, bu sizin bir müəllim kimi, bir peşəkar müəllim kimi bilik və bacarığınıza dəlalət edir. Yəni, onlar da buna xüsusən fikir verəcəklər ki, aha, müəllimin metodik bilik və bacarıqları kifayət qədərdir. Bu kimi terminləri, deyək, bu kimi anlayışları bir qədər araşdırın, bir qədər mahiyyətinə daha dərin formada varın ki, bu nəyi ifadə edir? Yəni, mütləqdir, bunlar şərtdir. Sonra belə bir maraqlı bir sualımız var, amma suala keçməmiş bir də belə bir maraqlı məqamı demək istəyirəm, Pünhanə müəllimə. Burada əslində çox uzun uzadı danışmaqdansa müəllimlər, bax, təsəvvür edin ki, siz öz övladınıza necə bir müəllim arzulayarsınız, övladınıza necə bir müəllimə etibar edərsiniz və sağlam psixoloji mühitdən danışırıq. Övladınıza necə bir müəllim arzu edirsinizsə, siz özünüz də o şagirdlərə qarşı elə bir müəllim olmalısınız. Və yaxud da bəzən müəllimlər deyir ki, hansı müəllimə yüksək bal verirlər, onlar məsələn müsahibədə qarşılarında necə bir müəllim görmək istəyirlər, onlar düşünürlər ki, biz bu müəllimi sinifə buraxsaq, bu müəllim sinifdə deyək təlimi təşkil edən zaman
şagirdlərin psixologiyasına necə təsir edəcək, onlarla necə ünsiyyət quracaq, dərsi necə keçəcək, kifayət qədər bilik və bacarığı varmı? Yəni bu ilkin təəssüratı biz onlarda, daha doğrusu sizdə onlarda yaratmalısınız. Digər maraqlı bir sualımız Pünhanə müəllimə belə bir sualdır, ünvanlanıb müsahibə mərhələsində. Deyir ki, onlar, yəni qarşı tərəf müsahibə götürən şəxslər qeyd edir ki, düşünün ki, biz sizin şagirdinizik və yaxud da hər hansı bir şəxsdir sizdən müsahibə götürür. Deyir, mən sizin şagirdinizəm. Elə təsəvvür edin, mən sizin şagirdinizəm. Müəllimlə necə əməkdaşlıq edərsiniz? Bax, təsəvvür edin, Pünhanə müəllim məndən müsahibə götürür və qeyd edir ki, təsəvvür et ki, mən sənin şagirdinəm. Mənlə necə əməkdaşlıq edərsən? Yəni, bir növ elə bil, burada müəllimi sadəcə nəzəri biliyi kifayət eləmir. Çox maraqlı bir sualdır. Həm də bir növ aldadıcı bir sualdır. Burada müəllimi sadəcə nəzəri biliyi kifayət eləmir. Bir növ deyir, kiçik sinif mühiti burada. Aydınmı? Kiçik sinif mühiti qurun müəllimlər. Yəni, orada mənlə bir şagird kimi ünsiyyət qur. Təbii ki, ilk növbədə əməkdaşlıq etmək üçün bir daha qeyd edirik, müəllimlə şagird arasında qarşılıqlı hörmət, inam olmalıdır birinci növbədə. Əsas məqam da budur ki, biz şagirdimizi tanımalıyıq. Məsələn, mən qarşı tərəf şagirdi tanımasam, onunla əməkdaşlıq qura bilmərəm. Sinifdə siz təlimi təşkil edən zaman ilk növbədə şagirdlərinizi tanımalısınız. Necə ailədə övladınızı tanıyırsınız? Kim hansı hərəkət edə bilər? Deyək ki, ailədə bir problem yaranıb, həmən bilirsiniz ki, bu hərəkəti kim edib? Deyək ki, bu əşyanı kim sındırıb? Aydınmı? Övladlarınızı tanıyırsınız. Şagirdlərinizi də tanımalısınız. İlk növbədə şagirdi diaqnostik qiymətləndirmə etmək lazımdır. Şagirdin bilik və bacarıq səviyyəsini müəyyənləşdirmək lazımdır. Şagirdin marağını müəyyənləşdirmək lazımdır. Maraqlarını, tələbatını, ehtiyacını. Məsələn, mövzu olaraq test mərhələsində biz keçmişdik öyrənmə tərzləri. Hamı eyni səviyyədə öyrənmir ki, biz mövzunu tədris edəndə hamıya eyni şəkildə edək. Şagirdlərimiz deyək ki, kinestetik öyrənən də var, vizual öyrənən də var. Məsələn, sinifdə vizual öyrənən şagirdlər çoxdursa, siz deyə ancaq danışırsınızsa, dərsi sadəcə mühazirə şəklində danışırsınızsa, o şagirdlər üçün maraqsız olacaq. Çünki onlar görmək istəyir, görüntüyə önəm verirlər. Yəni, əsas, başlıca məqam şagirdi tanımaqdır. Orada da qeyd edə bilərsiniz ki, mən sizi tanımağa çalışaram, sizin marağınız, tələbatınız, ehtiyacınız hansı səviyyədədir, bunu müəyyənləşdirərəm. Ondan sonra təbii ki, sizin marağınıza uyğun, tələbatınıza, ehtiyacınıza uyğun fəaliyyətlər təqdim edərəm, təlim təşkil edərəm. Aydındır mı müəllimlər? Düşünürəm ki, bu istiqamətdə cavab verə bilərsiniz. Buyurun, Pünhanə müəllimə. Müəllimə, doğru qeyd etdiyiniz ən vacib məqamlardan biri diaqnostik qiymətləndirmənin adını çəkməyinizdir. Çünki bizim bir şagirdlə məşğul olmağımız üçün onun bilik bacarıq səviyyəsi ilə tanış olmağımız lazımdır. Diaqnostik qiymətləndirmənin mahiyyəti də budur. Yəni, siz bayaq dediyiniz sualı deyək ki, mənə ünvanlasanız, mən mütləq qeyd edərdim ki, mən diaqnostik qiymətləndirmə aparardım, sizin bilik bacarıqlarınızla tanış olardım, sizi kəşf etməyə, qeyd etdiyiniz kimi tanımağa çalışardım, sizin hansı öyrənmə tərzinə, hansı intellektə sahib olduğunuzu öyrənməyə çalışardım və dərs prosesində bunu nəzərə almağa çalışardım. Hər hansı bir məsələlərdə sizin fikirlərinizi də nəzərə alardım, qərar vermədə sizin qərar verməyinizə şərait yaradardım, sizin tövsiyələrinizi də eşidərdim və s. Bacardığım qədər dəstəkləyici rəy verərdim, konstruktiv rəy verərdim və s. Bu formada ümumiləşdirib cavab vermək doğru olar. Yəni, orada əsas nüans bayaq dediyimiz kimi hər sualda əslində qısa, konkret cavab vermək olar və verdiyiniz cavablar da yanlış deyil. Burada, məsələn, bu sualda gizlənən nüans odur ki, müəllim öyrənmə tərzinin adını çəkirmi, məsələn. Deyək ki, intellektin adını çəkirmi, sonra müəllim diaqnostik qiymətləndirmənin adını çəkirmi. Yəni, budur əsas nüanslar ki, görün müəllim doğrudan da işini peşəkar səviyyədə qura bilirmi? Ümumi olaraq, bəli, müəllim deyəcək ki, dərsi şagirdin istəyinə uyğun qurmağa çalışardım və s. Bu səhv deyil, səhv cavab deyil. Amma yetərli doğru cavab deyil. Həmin terminlərdən istifadə etsək, daha xoşa gələn bir cavab ola bilər. Doğru vurğuladınız, Pünhanə müəllim. Müəllimlər deyəcək ki, müəllimlər, siz biraz geniş cavablandırırsınız. Təlimimizin məqsədi öyrədicidir. Müəllimlər, biz sualın ətrafında biraz geniş danışırıq ki,
bir növ sizin üçün öyrədici olsun. Amma orada, yəni sırf müsahibədə siz suallara qısa, konkret cavab verə bilərsiniz. Əsaslı və öz cavab verməlisiniz. Mən uzun uzadı danışım, amma sualın deyək ki, mahiyyətinə toxunmuyum. Elə sualın gedib ətrafında dolanım, uzun uzadı danışım. Bəzən görsən sual ayrıdır, müəllim ayrı cavab verir. Birincisi sualı sona kimi dinləyin. Görün sizə nə sual ünvanlayır. Onların ağzından sual tam şəkildə səslənməmiş, tez cavab verməyə çalışın. Səbirsizlik nümayiş elətdirin, elə etməyin. Tam şəkildə dinləyin. Sonra cavab verin. Qısa, konkret, amma metodik biliklərlə əlaqələndirmək lazımdır. Müəllimə qeyd elədi, o terminlərdən siz istifadə edəndə bu daha əsaslı olur. Düşünürəm ki, bu istiqamətdə müəllimlər qısa və konkret öz cavablar verə bilərsiniz. Maraqlı sualımızın biri də budur ki, Ünvanə müəllimə, müəllim gündəlik planlaşmada dəyişiklik edə bilərmi? Bəzən müəllimlər düşünürlər ki, mən yazdım, gündəlik planlaşma etdim, buna əsasən də elə sinifdə fəaliyyət göstərməliyəm. Bundan kənara çıxa bilmərəm, qətiyyən, belə düşünürlər. Amma bu belə deyil, müəllimlər, bəli, müəllim gündəlik planlaşmada dəyişiklik edə bilər. Müəllim ümumiyyətlə çevik bir müəllim olmalıdır. Ani dəyişikliyə hazır olmalıdır. Yəni, istəyək ki, siz axşamdan oturub planlaşma edirsiniz. İndi hazırlıqlı müəllimdir, dərsini planlaşdırır, planlaşma etmişsiniz. Planlaşma edəndə deyək, iş forması, iş üsulları seçmişsiniz, tapşırıqları müəyyən etmişsiniz. Səhər getdiniz məktəbə, gördünüz ki, nəzərdə tutmuşsunuz 20 şagirdiniz var, sinifdə indi var 5 şagird. Oldu da, səhhətində problem yarandı şagirdin, hər hansı bir xəstəliklə əlaqədar olaraq gəlməyib şagirdləriniz. 5 şagird var sinifdə, dərsi keçməyəcəksiniz. Mən 20 şagird üçün fəaliyyət nəzərdə tutmuşdum. Yox, bu belə deyil. Nəyi dəyişiklik etmək olmaz? Dərsin məqsədini dəyişmək olmaz. Yəni, siz dərsə daxil oldunuz, artıq şagirdlərə dərsin məqsədini elan etdiniz, dərsin məqsədini dəyişə bilməzsiniz. Məqsədə necə nail olursan ol. Hansı üsullarla, hansı yolla nail olursan ol. Əsas odur ki, dərsin əvvəlində dərsin məqsədini müəyyənləşdiribsiniz ki, dərsin sonunda şagirdlər bu məqsədə nail olacaqlar. Məqsəddə nəzərdə tutulan bilik və bacarıqları mən şagirdə formalaşdıracağam. Hansı yolla formalaşdırırsan, formalaşdır. Əsas odur ki, dərsin sonunda o məqsəd reallaşsın. Reallaşdıra bilibsənsə, o dərs uğurludur. Reallaşdıra bilməyibsənsə, laf deyəksən, planlaşmada yazıbsan. O ardıcılığa da riayət edibsən, amma dərsin sonunda məqsədə nail olmayıbsan. Yəni, bu artıq uğurlu dərs sayılmır. Əsas məqsədə nail olmaqda. Dərsin gedişatında, tapşırıqlarda dəyişiklik etmək, deyək ki, iş üsulunda, iş formasında dəyişiklik etmək olarmı? Bəli. Yəni, ani vəziyyətə görə müəllim hazırlıqlı olmalıdır. Müəllimin öz səhhətində problem yarana bilər, şagirdin səhhətində problem yarana bilər ki, sualdan da sual yaranır Ünvanə müəllimə. Məsələn, şagird dərsdə qəfil ağlayır, şagirdin vəziyyəti pisləşir. Yəni, biz bunu öncədən müəyyənləşdirə bilmərik ki, sinifdə daim dərs axıcı şəkildə gedəcək. Mən heç bir problemlə qarşılaşmayacağam. İstənilən bir vəziyyətlə müəllim qarşılaşa bilər və dərsini də ona uyğun şəkildə tənzimləməyi bacarmalıdır. Buyurun. Doğru qeyd etdiniz müəllimə. Ən vacib və ən çox verilən suallardan biridir. Həm illik planlaşdırmanı soruşurlar, həm də gündəlik planlaşmanı soruşurlar ki, müəllim planlaşdırmada dəyişiklik edə bilərmi? Edə bilərmi? Yox, etməlidir. Çünki dediyiniz kimi müəllim çevik olmalıdır. Bu pedaqoji prinsiplərdən inkişaf yönümlü prinsipinin gözlənməsi deməkdir. Yəni, müəllim illik, həm gündəlik planlaşmasında dəyişiklik etməyə bacarmalıdır. Hər ikisinə toxunum, çünki hər iki sual verilə bilir müsahibədə. İllik planlaşma nə zaman dəyişə bilər? Məsələn, müəllim summativ qiymətləndirmə aparır, nəticələr zəif olur, nəticələri təhlil eləyir, bəzi mövzularda uşaqların çətinlik çəkdiyini görür. Bu məqamda dəyişiklik edə bilər. Amma hansı şərtlə? Burada xırda nüanslar var. Məsələn, metod birləşmə olur məktəbdə. Metod birləşmədə kimlər varsa, hansı müəllimlər varsa, onlar iclas təşkil etməlidirlər. Metod birləşmə rəhbərinə bildirməlidirlər bu planda dəyişikliklə bağlı və məktəbdə tədris işləri üzrə müavin, hansı ki, məktəbdə bilirsiniz bir neçə müavin olur, sırf tədris işlərinə baxan müavindən söhbət gedir. Həmin müavinə də xəbərdar
etdikdən sonra illik planlaşdırmada müəyyən dəyişikliklər etmək olur. Amma biz o qədər alışmışıq ki, Tərlanə müəllimə, müəllim ilin əvvəlində hazır kserokopiya etsin, planlaşdırmanın üzünə də ad soyadını yazsın, standart olaraq ilin sonuna qədər istifadə etsin. Hətta ilin sonuna qədər təqvimlərə belə baxmasın. İlin axırında bəzən müəllimlər deyir, öz məktəbimdə olur, gəlirlər ki, bəs Pünhanə müəllimə, il bitir, amma mənim hələ bir neçə mövzum qalıb. Və yaxud da müəllimə, hələ dərsin bitməyinə çox var, amma mənim mövzularım bitib. Olur da il ərzində müəyyən bayramlar olur, müəyyən günlər olur, bayram günlərindən dərs vaxtlarının yeri dəyişə bilir. Yəni müəllim bu səbəblərdən həm də şagirdlərin nəticələrini təhlil etməsi, əldə etdiyi təhlil nəticələrinə əsaslanaraq illik planlaşmasında dəyişiklik edə bilər. Dediyim kimi, amma rəhbərliyə məlumat verməlidir bu barədə. İkinci bir nüans da gündəlik planlaşmada bəli, müəllim gündəlik planlaşmaya mütləq dəyişiklik edə bilər. Əgər ehtiyac varsa, məqsəd bəli yerində qalır, standart yerində qalır, amma müəllim dərsin gedişatında dəyişikliklər edir. Məsələn, üsulunu dəyişir, formasını dəyişir, cütlərlə planlamışdı, qrup etdi, qrupla planlamışdı, fərdi etdi. Yəni, müəllim dərsin gedişatında, planlaşmasında dəyişiklik edə bilər. Dəyişiklik edə bilən müəllim şagirdləri inkişaf etdirə bilən müəllimdir. Həm müəllimin bir B planı olmalıdır gündəlik planlaşma ilə bağlı. Həm də ki, adi vəziyyətlərdə də dəyişiklik etməyə bacarmalıdır. Məsələn, müəllim planlaşdırıb ki, bugün şagirdlərə slayd göstərəcək, şagirdlər video izləyəcəklər, getdi məktəbə işıq yanmadı, alınmadı. Ona görə deyir ki, müəllimin həmişə bir B planı olmalıdır. Ona görə deyir ki, müəllim gündəlik planlaşmada da, illik planlaşmada da hər ikisində dəyişiklik edə bilər. Necə ki, Pünhanə müəllimə, müəllimlər deyəcək, bəs demişdiniz bugün təlim YouTube üzərindən olacaqdı. Niyə bəs Teams-dən keçdiniz? Texniki problem yarandı müəllimlər. Biz də təlimi təxirə salmadıq, Teams üzərindən keçdik. Yəni dərsdə də, yəni siz öncədən nəzərdə tutmusunuz ki, müəllimə demişkən, dərsi bu formada keçəcəm, elektron lövhədən istifadə edəcəm, bəlkə alınmadı, amma yenə də təbii ki, mən dərsi keçmir dayanası deyiləm. Müxtəlif üsullardan istifadə etməlisiniz. Hazırlıqlı olmalıdır müəllim. Deməli, bir şey qeyd edeyim müəlliməm. Bu dərsin məqsədi ilə bağlı, dərsin içərisində ən önəmli nüanslardan biri müəllimin şagirdləri dərsin məqsədinə çatdırmasıdır. Buna çox diqqət yetiririk. Planlamanın ən önəmli hissəsi budur. Yəni, müəllim mütləq şəkildə dərsə başlayanda dərsin məqsədini elan etməlidir. Şifahi də ola bilər, yazılı da ola bilər, şərt deyil ki, lövhədə yazsın, vaxtı varsa yaza bilər, yoxsa ehtiyac deyil, şifahi səsləndirə bilər və ən önəmli nüans da sonda, dərsin sonunda o şagirdlər o məqsədə çatdılarmı həqiqətən? Budur, yəni monitorinqlərdə mən iştirak edirəm, ən çox diqqət yetirilən müəllimlərdə birlikdə nöqsan tutduğumuz məqamlar müəllim şagirdləri o məqsədə çatdıra bildimi? Bəzən elə olur ki, müəllim məqsədi deyir dərsin əvvəlində, amma çatdıra bilmir. Elə olur ki, müəllim məqsədi demir, amma doğrudan da çox gözəl bir dərs keçmiş olur, şagirdlər hansısa bir məqsədə çatmış olur. Yəni, fərqli nüanslar var. Mövzudan biri deyək də, mövzular çox şaxəlidir, sualdan da sual yaranır. Pünhanə müəllimə, bəli, bu geniş bir mövzudur ki, dərsin təlim nəticəsi elan edilməlidirmi, şifahi və yaxud da yazılımı? Bu haqda əslində biz sizlə danışmışıq təlimlərdə və orada təbii ki də müəllim sinifinin səviyyəsini bilməlidir. Mən götürüm 5 dənə məqsəd dərsin əvvəlində. Sən bunu reallaşdıra biləcəksənmi dərsin sonuna kimi? 5 məqsəd seçibsən. O 5 məqsəddə nəzərdə tutulan bilik və bacarığı dərsin sonuna kimi şagirdlərdə reallaşdıra biləcəksənmi? 5 məqsədə uyğun qiymətləndirmə apara biləcəksənmi? Yəni, bunu nəzərə almaq lazımdır. Bunu icmal yazanda, müəllimlər icmal hazırlayanda da biz qeyd edirik ki, sən elə bir məqsəd qoy ki, dərsin sonunda məqsəd reallaşsın. Buna müsahibədə də fikir verəcəklər ki, sən mövzunu təqdim edəndə diqqət yetirəcəklər ki, dərsin sonuna kimi məqsəd reallaşırmı? Fəaliyyətlər əsasında məqsədi reallaşdıra bilirsənmi? Yəni, bu önəmlidir, bəli. Və digər bir sualımız, yüksək intellektli şagirdinizlə necə davranırsınız? Maraqlı sualdır. Sinifdə şagirdlər hamısı eyni olmur. Təbii ki, sinifdə yüksək intellektli şagirdimiz də olur, nisbətən orta səviyyəli şagirdimiz də olur, zəif şagirdlərimiz də olur. Biz şagirdləri əslində
potensialına görə, Ünali müəllimə bayaq qeyd elədi, bu savadlı şagirdlər bəzən digər şagirdlər tərəfindən deyək ki, təklənə bilir, onlara qarşı münasibət bəzən aqressiv olur. Hətta bir də görsən bullyingə məruz qalırlar, niyə o savadlıdır, niyə müəllim deyək onu daha çox istəyir. Biz yüksək intellektli şagirdimizi deyək o bir uşaqlardan ayıraq, seçək, onu daha çox istəyək, daha çox sevək. Xüsusi diqqətimiz, qayğımız ancaq onun üzərində olsun. Bunlar hamısı təbii ki, qəbul edilməzdir. Biz bütün şagirdlərimizi şərtsiz şəkildə qəbul etməliyik. Necə ki, Rogersin şəxsiyyət yönümlü yanaşmasında müəllimlər keçdilər. Yeni əlavə olunmuş bir mövzuydu. Müəllimlər uşaqları hamısını eyni şəkildə qəbul etməliyik və sevməliyik. Yəni, bu yaxşı oxuyanda, bu pis oxuyanda elə bir şey yoxdur. Necə ki, övladlarınızı eyni qəbul edirsiniz, eyni sevirsiniz. Fərq qoymursunuz. Yüksək intellektli şagirdlə ilk növbədə onun potensialına uyğun şəkildə tapşırıqlar vermək lazımdır. Məsələn, adətən yüksək intellektli şagird problemi nədə yaşayar? Eyni bir mövzudur. Deyək, sinifdə şagirdlərə biz mövzunu keçirik. Şagirdlərin səviyyəsini, potensialını, marağını nəzərə almalıyıq. Adaptiv yanaşmada da qeyd elədik ki, Ünali müəllimə, eyni bir mövzudur, sən şərt deyil ki, hamıya eyni tapşırıq verməlisən o mövzu üzərindən. Şagirdin səviyyəsinə uyğun tapşırıqları tənzimləməyi bacarmalısınız. Deyək ki, zəif oxuyan şagirdə öz səviyyəsinə uyğun eyni bir mövzuda ayrı seçkilik etmirik. Orta səviyyəli və yüksək səviyyəli. Bəzən görsən ki, müəllim sadə bir tapşırıq verir, zəif oxuyan şagird hələ işləyir tapşırığın üzərində. Yüksək potensiallı şagird bitirib, tez bitirəcək. İndi oturub gözləyir. Nə qədər gözləməlidir? Biraz gözləyəcək, artıq onun üçün maraqsızdır dərs. Çünki o bitirib də tapşırığı. Ya başlayacaq danışmağa, söhbət eləməyə, dərsi pozmağa, düzdürmü? Demək ki, biz onun da başını qatmalıyıq. O boş oturub gözləyə bilməz axı. Şagirdin öz səviyyəsinə uyğun mövzunu uyğunlaşdırıb tapşırıq təqdim etmək olar. Hətta müəllimlər belə bir maraqlı sual verirlər Ünali müəllimə. Deyək, tapşırıq vermişik sinifdə şagirdlərə. O yüksək potensiallı şagird bitirib tapşırığı. Təkrar ona tapşırıq verə bilərik? Bəli, niyə verə bilmirik ki? Boş oturub səhv salmaqdansa, əlavə öz səviyyəsinə uyğun tapşırıq verə bilərik. O uşaq da sabah gedib evdə deyəcək ki, müəllim dərs keçirdi, mən tapşırıq vermişdi, tez işlədim, bitirdim, sonra da oturdum, baxdım. O tapşırığı işləməyə nə var idi ki? Çox sadə bir tapşırıq idi. Ümumiyyətlə, dərs mənim üçün maraqsızdır. Müəllim deyir, maraqlı dərs keçmir, müəllim düşündürücü tapşırıqlar vermir. Yəni, o yüksək potensiallı şagirdin də nəbzini tutmaq lazımdır. Layihə işlərinə cəlb etmək olar həmin şagirdləri ki, çox da maraqlı olurlar. İntellektual müxtəlif məktəb daxili, məktəbdən kənar, yəni şərt deyil, ancaq sinif fəaliyyəti olsun. Sinifdən kənar fəaliyyətlərə cəlb etmək olar bu şagirdləri ki, öz potensialını nümayiş elətdirə bilsin. Buyurun, Ünali müəllimə. Bəli, müəllimə, doğru vurğuladınız hər bir məqamı. Bilirsiniz, bu nəyə bənzəyir? Elə bilin ki, hər kəs öz fənnindən bugün təlimə qoşulub. Öz fənniniz üzrə sadə bir mövzu düşünün. Təsəvvür edin ki, Pünhanə müəllim və Təranə müəllim həmin mövzunun izahını verir. Məsələn, deyək ki, isim əşyanın adını bildirir, nə bilim, sifət əlamət bildirir. Deyək ki, də indi hamıya bəlli olan bir mövzudur Azərbaycan dilindən. Siz dinləmək istəməyəcəksiniz. Çünki yorucu olacaq sizə ki, mən bunu bilirəm də. Və şagirdin də sinifdə yaxşı oxuyan şagirdin, yüksək intellektə sahib olan şagirdin də müəllim verdiyi tapşırıqları yerinə yetirib bitirəndə artıq onda da belə bir vəziyyət yaranır ki, onsuz da mən bunu bilirəm, onsuz da asandır, mən bunu tez bitirdim. Ona görə biz nə etməliyik? Təbii ki, hər bir şagirdin səviyyəsinə uyğun suallar hazırlamalıyıq və yüksək potensiallı şagirdlər üçün də çətin tapşırıqlar təqdim edə bilərik. Onsuz da biz bilirsiniz ki, sualları 4 səviyyədə hazırlamalıyıq. Biz bunu bərabər imkanların yaradılması prinsipində də qeyd edirik. Lap orada da bir cümlə ilə vurğulaya bilərsiniz. Bu da xoşa gələn olur ki, bildiyiniz kimi biz onsuz da tapşırıqları 4 səviyyədə hazırlayırıq. Çünki bərabər imkanları qorumağa çalışırıq və 4 səviyyədə suallar hazırlamışıqsa, təbii ki, orada sualların içərisində biraz daha çətin tapşırıqlar da var. Əlavə olaraq yenə yəni yaranmış vəziyyət üçün əlavə tapşırıqlar da hazırlaya bilərik və yaxşı oxuyan yüksək intellektli şagirdləri daha da inkişaf etdirə bilərik. Bilirsiniz bu necədir? Elə bilin ki, bəzən müəllim düşünür ki, sinifdəki şagird, misal üçün deyək, Aydan
Aydan çoxu savadlı şagirddir, onsuz da ona heç nəyə ehtiyac deyil. Müəllim həmin şagirdə köklənmir ki, onun mənə elədiyi ehtiyacı yoxdur, onsuz da o bilir. Əslində müəllim elə etməli deyil. Aydan hansısa bir səviyyədədir. Deyək ki, biz onu olduğu səviyyədən, yaxşı da olsa, zəif də olsa, ortada olsa, hansı səviyyədədirsə, ondan üst səviyyə qaldırmağa çalışmalıyıq. Məsələn, çox istedadlı şagird deyək ki, deməli biz onu daha da inkişaf etdirib, məsələn, olimpiadalara göndərə bilərik. Dərsin içərisində gündəlik olaraq aktiv olsun, yetərli olsun. Xeyr, bacardığımız qədər şagirdlərin, o yüksək intellekti olan şagirdləri də inkişaf etdirməliyik. Onların da irəli getməsinə şərait yaratmalıyıq. Elm elə bir şeydir ki, onsuz da öyrənməklə bitmir. Ona görə də deməli o şagirdi biraz daha irəli apara bilərik. Məsələn, o yüksək potensiallı şagirdin bilik və bacarığından həmçinin digər şagirdlərin öyrənməsi üçün şərait yarada bilərik. Scaffolding. Bəli, yəni qruplarda şagirdləri biz qrupu yaradan zaman yüksək istedadlı, yəni yüksək potensiallı olan şagirdlərlə zəif şagirdləri bir yerdə cəlb etməlisiniz ki, o zəif şagirdlər yüksək potensiallı şagirdlərdən öyrənsinlər. Yəni şagird həmişə müəllimdən öyrənməlidir deyə bir şey yoxdur. Yoldaşından da öyrənə bilər, yoldaşından da dəstək ala bilər. Bəli, bu şəkildə yəni tənzimləmək olar. Digər sualımız isə Bünanə müəllimə aktual bir sualdır, bullyinglə bağlıdır. Deyir, bullyingə məruz qalan şagirdlər necə danışarsınız? Həssas bir mövzudur. Ümumiyyətlə, bullying haqqında düşünürəm ki, nə qədər danışsaq da, test mərhələsində mövzu olaraq keçir müəllimlər, yəni məlumatlanır bu mövzu ilə bağlı. Son dönəmlər, xüsusən də sertifikasiyada yəqin ki, müşahidə edirsiniz. Bir sual da demək olar ki, situasiyanı bullying üzərindən qururlar, həmçinin MİQ imtahanında ki, müəllimlər də, şagirdlər də, valideynlər də məlumatlanmalıdır bu mövzu haqqında. Son dönəmlərdə də demək olar ki, bullying halları çoxalıb. İstər məktəb daxilində, istər məktəbdən kənar. Məktəb daxilində təbii ki, müəllim də, məktəb rəhbərliyi də ümumi məktəb, yəni rəhbərliyi, məktəbdə ümumi abu-hava elə tənzimlənməlidir ki, biz çalışmalıyıq ki, bullyingin qarşısını alaq. Bullyingi əslində üzə çıxarmaqda çox çətin bir prosesdir. Sualda qeyd olunur ki, bullyingə məruz qalan şagirdlə necə danışarsınız? Mövzu geniş bir mövzudur. Müəllimlər, bullying mövzusundan sizə istənilən qədər sual ünvanlaya bilərlər. Müxtəlif suallar ünvanlaya bilərlər. Sual isə qoyulub ki, bullyingə məruz qalan şagirdlə necə danışarsınız? Təbii ki, bu şagird həssas olur. Yəni, biz ona elə danışmalıyıq ki, bir növ şagird onsuz da bullyingə məruz qalıb, müəllim də düzgün yanaşmasa, bu uşaq sizdən uzaqlaşacaq. Yəni, əksərən uşaqlar istər valideyninə, istər müəllimə demirlər bullyingə məruz qaldıqlarını, gizlədirlər, özünə qapanırlar. Hətta biz bilirik ki, bu təəssüf ki, aparıb intihara belə çıxara bilir. Müəllim həssas yanaşmalıdır, empatiya ilə yanaşmalıdır şagirdə. Biz şagirdi günahlandıraq və yaxud da deyək ki, şagirdə yersiz suallar ünvanlayaq, düzgün yanaşma nümayiş elətdirməliyik, ona tək olmadığını göstərməliyik ki, o şagird müəllimin sevgisini, qayğısını hiss etməlidir. Və təbii ki, bu uşaq bullyingə məruz qalıbsa, biz bunun səbəblərini müəyyənləşdirməliyik. Yəni, adətən niyə məruz qalıb, kim tərəfindən bullyingə məruz qalıb, bundan da önəmli olan nə qədər müddətdir ki, bu şagirdə bullying icra olunur, şagirdin hal-hazırda psixoloji durumu hansı yerdədir? Yəni, biz ilk növbədə şagirdə özümüz dinləməliyik, fərdi şəkildə şagirdə dəstək olmalıyıq, amma bu yetərsiz olanda artıq şagirdin psixoloji durumunda ciddi fəsadlara yol açıbsa, təbii ki, peşəkardan da dəstək almalıyıq. Yəni, şagirdi psixoloqa da yönləndirməliyik, psixoloqla da əməkdaşlıq etməliyik, valideynə də məlumat verməliyik. Amma burada da bir məqam var ki, konfidensiallığı da qoruyub saxlamalıdır müəllim. Şagird əgər sizə bullyingə məruz qaldığını deyirsə, bunu mən həmən bütün məktəbə yayım, digər hamıya bildirim, bu artıq şagirdin sizdən uzaqlaşmasına gətirib çıxaracaq. Bu şagird utanacaq, deyək, məktəbə gəlmək istəməyəcək, yoldaşlarından çəkinəcək. Yəni, köklü səbəbləri araşdırıb, qarşısını almaq lazımdır və şagirdə də psixoloji dəstək göstərmək lazımdır. Buyurun, Bünanə müəllimə. Bəli, müəllimə, doğru qeyd elədiniz. Yəni, biz düzdür, burada Time kitabında bullyingin üzə çıxarılması, bullyingin qarşısının alınması yolları göstərilib. Amma orada, məsələn, tam aydın şəkildə başlıq olaraq verilməyib ki,
müəllim şagirdləri müşahidə etməlidir. Mən düşünürəm ki, bizim müşahidəmiz bullyingi üzə çıxarır. Məsələn, həmişə deyib gülən şagirdimizin əhval-ruhiyyəsinin son günlərdə çox aşağı olması, yoldaşlarının son vaxtlarda ona qarşı aqressiv cavab verməsi, son vaxtlarda dərslərdə ləngimələrin olması, tapşırıqlara diqqətini tam verə bilməməsi və s. Yəni biz bu dediyim nüansları necə müəyyən edirik? Şagirdləri, hərəkətlərini, davranışlarını müşahidə edərək. Əgər bir fərqlilik hiss ediriksə, ilk öncə o şagirdin özü ilə danışa bilərik ki, səbəb nə ola bilər, problem nə ola bilər, nədən qaynaqlana bilər. Şərt deyil ki, orada yaranmış səbəb mütləq ki, məktəbdə baş vermiş bir hadisədir. Elə ola bilər ki, ailədən qaynaqlanan bir hadisə ola bilər. Şagird evdə bullyingə məruz qala bilər. Ata, ana, bacı, qardaş evdən incidə bilir və bu da şagirdin məktəbdəki davranışlarına da təsir göstərə bilər və yaxud da məktəbdə deyək ki, müəyyən təsirlərin məruz qala bilər. Mütləq şəkildə o şagirdlə özümüz ayrıqda danışmalıyıq. Bəzən şagird müəllimdən çəkinir, tam formada müşahidə edirik də illərdir, deyə bilmir. Amma məsələn, mən öz məktəbimizdə yaranmış situasiyalarda qeyd edim. Elə olur ki, mən şagirdlə danışıram, söz ala bilmirəm ondan ki, problem nədir. Amma psixoloqa yönləndirirəm. Psixoloq danışandan, yəni 10-15 dəqiqə danışan kimi türklər demiş, məsələn, artıq çözülür ki, söhbət nədən gedir. Bu da nədən qaynaqlanır? Psixoloq artıq biraz fərqli formada danışa bilər, sırf psixoloji yanaşmalar göstərə bilər, onun bir hərəkətindən sırf yaranmış vəziyyəti analiz eləyib, yəni o hansısa bir sözündən belə deyək də irəli gedərək şagirdi danışdıra bilər. Yəni bəzən dostuna deyir, heç valideyni demir, müəllimə demir, heç kimə demir, bəzən görsən yaxın dostuna deyir. Bəli, fərqli üsullarla şagirdin bullyingə məruz qalmasını aşkarlamaq olar. Yetər ki, müəllim peşəkar olsun. Bəli, müəllim peşəkar olsun, psixoloq peşəkar olsun. Bu psixoloq məsələsi müəllimlərimizin yaralı yeridir. Həmişə psixoloqa mən çox köklənirəm. Yaranmış situasiyalarda axı deyirik psixoloqa, deyirlər ki, ay müəllimə, psixoloq valla məktəbdə çay içməkdən başqa bir şey etmir. Həmişə dərslərdə müəllimlər bildirirlər. Çox məktəbdə belədir. Bu da nədən qaynaqlanır müəllimə? Psixoloqların vəzifəsinin sırf psixoloq olmamasından qaynaqlanır. Başqa deyək ki, ixtisasa sahibdir, gəlib psixoloq olub. Amma mən dediyim və bizim danışdığımız bu situasiyalarda söhbət gedən psixoloq sırf işinin peşəkarı olan psixoloqdan söhbət gedir. Hansı ki, işini bilən, sırf ixtisası psixoloq olan, şagirdləri başa düşən, anlayan, yaranmış vəziyyətdə problemi həll edən psixoloqdan söhbət gedir. Yəni biz orada çalışmalıyıq ki, şagirdlə təkbətək danışaq, psixoloqu yönləndirək ehtiyac olarsa, ondan sonra ehtiyac yaranarsa, rəhbərliyə məlumat verək və valideynə ehtiyac olarsa yenə o zaman məlumat verək. Və burada bir nüansı da vurğulaya bilərik ki, təkcə bullyingə məruz qalan şagirdin yox, bullyingi törədən şagirdin özünün də köməyə ehtiyacı ola bilər. Bunu bir cümlə ilə vurğulamaq çox xoşa gələn olur müsahibə götürən şəxslər üçün. Çünki hər iki şagird deyək ki, bizim balamızdır da, biri digərini incidib, incidənin də mütləq şəkildə davranışın bir səbəbi var. Məsələn, uşaq evdə şiddətə məruz qalanda gəlib o şiddəti məktəbdə yoldaşına qarşı göstərə bilər. Ona görə həmişə biz problemin həlli üçün bir tərəfə köklənək, bullyingə məruz qalan bu şagirdimizdir, bundan maraqlanaq, digər şagirdə də cəza verək, məsələni həll etmiş sayaq yox. O şagird daha da aqressivləşə bilər, bugün məktəbdə, sabah cəmiyyətdə kimlər üçünsə təhlükə ola bilər. Ona görə həmişə bullyingə məruz qalan da, bullyingi törədən şəxsin hər birinə çalışmalıyıq ki, maksimum şəkildə öz dəstəyimizi göstərək və problemi çalışmalıyıq ki, necə deyim, kökündən həll edə bilək ki, görək bu problem nədir, niyə yaranıb və bir daha yaranmasın. Buna daha çox köklənməliyik. Düşünürəm ki, bugünkü təlimimiz müəllimlər üçün faydalı oldu. O qədər müzakirə edəcəyimiz suallar var ki, Təranə müəllimə, əslində evdə çox sual müzakirə etmədik. Amma müəllimlər üçün də düşünürəm maraqlıdır. Yenə onlara hansı suallar maraqlı gələrsə, həmçinin ola bilər ki, özləri də araşdırarlar, imtahanda verilən hansısa maraqlı suallar olar, bizim verdiyimiz suallardan əlavə. Növbəti təlimlərimizə qədər qeyd edərlər. İnşallah növbəti təlimlərdə biz həmin sualların müzakirəsini edərik. Bir də qeyd edək ki, müəllimlər, avqust ayının 1-dən etibarən Azman Təlim Tədris Mərkəzi olaraq bütün fənlər üzrə, həm də kurikulum üzrə
Hər həftə ödənişsiz dərslər olacaq, ödənişsiz təlimlər olacaq. Bütün müəllimlər yararlana bilərlər. Həmçinin Təranə müəllimə də mən də həftədə bir dəfə bir boyunca sizlərə ödənişsiz təlim keçəcək. Həmin keçəcəyimiz təlimlərdə biz həmişə çalışırıq ki, həm test mərhələsi üçün, həm də müsahibə mərhələsi üçün vacib olan kurikulum mövzularına toxunaq ki, test mərhələsi üçün növbəti il imtahan verən müəllimlər faydalansın. Müsahibə mərhələsi üçün də avqust ayının sonundan, sentyabrın əvvəlindən müsahibə mərhələsi başlayacaq. Həmin müəllimlər faydalansın. Mövzu seçimində daha çox ən vacib mövzulara diqqət yetiririk. Çalışın ki, həmin təlimlərdə də iştirak edin. Hər biriniz üçün faydalı olar. Təranə müəllimə, sizə çox təşəkkür edirəm. Çox maraqlı dərs olur, çox maraqlı təlim olur sizinlə bir yerdə müzakirəmiz. Vaxtın necə gəlib getdiyini mən bilmirəm. Çox rahat olur. Çox təşəkkür edirəm sizə. Buyurun, siz sağ olun Pünhanə müəllimə. Əməkdaşlığınız üçün mən də sizə təşəkkür edirəm. Həqiqətən də çalışarıq test mərhələsində də müəllimlərə həm ayrı-ayrılıqda, həm birgə təlimlər keçərik. Müəllimlər də bugün deyir, ilin günün bu vaxtı, yəni istirahət vaxtında vaxt ayırıblar, bizi dinləyiblər. Yəni gedib başqa bir məşğuliyyətlə də deyək ki, müəllim məşğul ola bilərlər, amma bizim təlimimizdə iştirak ediblər, bizi dinləyiblər. İnanıram ki, də böyük maraqla bugün bizi dinlədilər və bizlə bərabər sualları cavablandırdılar, səsləndirdiyimiz fikirlərlə razılaşdılar və yaxud da razılaşmadılar. Hər bir insanın özünün subyektiv fikri ola bilər. Bu tam normal bir şeydir ki, bəzən elə mövzular olur ki, müəllimlərin öz şəxsi subyektiv fikri olur ki, necə ki, deyirik, şagirdin fikrinə hörmətlə yanaşmalıyıq. Həmçinin də müəllimlərin də sadəcə müsahibə mərhələsində nələrə diqqət yetirməli olduqlarınızı çalışdıq ki, bugün sizlərə bildirək müəllimlər. Əslində müsahibə mərhələsi üçün də mövzular genişdir, suallar çoxdur. İnşallah çalışarıq ki, vaxt etdikcə sizlər üçün ödənişsiz təlimlər təşkil edək. Sağ olun, bir daha növbəti təlimlərdə görüşənədək əziz müəllimlər. İnşallah müəllimə, sağ olun. Sağ olun.